Rusiya Milli Qvardiyasının dəstələri Harvest Fest musiqi festivalından əvvəl Moskvada Motri klubuna basqın edib. Hardcore, punk və metal qruplarının planlaşdırılmış çıxışı baş tutmayıb. Şahidlər güc strukturları əməkdaşlarının ziyarətçiləri döydüyünü və elektroşok verdiyini deyir. Toplaşanların telefonları yoxlanılıb, arzu olunmaz Telegram kanallarına abunəlikləri axtarılıb. Qadınları sərbəst buraxıb, kişilərə Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq təklif edilib. Bizdən asılı olmayan səbəblərə görə bugünkü tədbir baş tutmayacaq. Bugün bar bağlıdır. Sosioloq Dmitri Dubrovski deyir ki, Rusiya rejiminə hər hansı bir alternativ fikrin yaranması lazım deyil. Çünki məhz orada müstəqil insanlar var. Bugün Rusiyada mövcud olan estrada əsasən tam nəzarət altındadır, bərkidilib, mismarlanıb və senzur edilib. Buradakılar isə böyük ölçüdə senzur olunmayan insanlardır. Onların mütləq müxalif və ya siyasi iradəsi olması vacib deyil. Xeyr, onlar sadəcə nəzarətdən kənardılar. İstənilən nəzarətsizlik isə tənqidi düşüncənin yarana biləcəyi bir yer kimi görünür. Bu isə müasir Rusiya rejiminə qətiyyən lazım deyil. Bu isə Moskvada başqa bir bara Night Trana güc strukturlarının hücumudur. Burada uşaqlar üçün olmayan Milad ağacı 6 adlı erotik tamaşa nümayiş olunurmuş. Tamaşaçılar üzü üstə yerə uzadılıb. Teatrın rəhbəri və pyesin müəllifi Aleksey Flatov bildirib ki, hüquq mühafizə orqanları heç bir pozuntu aşkar etməyib və ittiham irəli sürülməyib. Təşkilatçılar bəyanatlarında tamaşanın pozulmasında bədxahları günahlandırıb, əslində tamaşanı dağıdan güc strukturlarını isə tərifləyiblər. Teatr nümayəndələri bəyanatlarında Ukraynadakı müharibə iştirakçılarına kömək etdiklərini bildirib və bunu öz bədxahlarına da tövsiyə ediblər.